Hər vaxtınız xeyirli olsun dəyərli gözəl insanlar. Bu günləri mən sizə Pasxa bayramı haqqında biraz məlumat verəcəm. Pasxa bayramı digər bayramlardan fərqli olaraq vaxtı həmişə dəqiq olmayan bir bayramdır. Yəni bu nə deməkdir? Hər ildən ilə onun tarixi dəyişə bilir. Bizdəki Novruz bayramı kimi düşünün də. Bu Novruz bayramı hər il eyni tarixdə olmur da. Hər il tutaq ki 20 martda olmur, 21 martda olmur, dəyişir. Və Pasxa bayramı da bir xristian bayramı olaraq vaxtı həmişə dəqiq olmayan bir bayramdır. Fransada 3 dənə elə bayram vardı ki, indi gələcəkdəki videolarda inşallah danışarıq. Və bir də bunu demək istəyirəm ki, bu günləri sadəcə Pasxa haqqında danışacaq. Bir də bunu demək istəyirəm ki, əgər bu tipli videoları xoşlasanız, mən artıq gələcəkdə Fransanın tarixidir, Fransanın bayramlarıdır, Fransada yaşayışdır, nə bilim, təhsildir və s. kimi bu mövzular haqqında videolar çəkə bilərəm. Açığı həvəsliyəm, eləyə bilərəm və bilirəm ki, işə də yarayar. Çünki Fransada vətəndaşlıq almaq istəyən şəxslər vardı və vətəndaşlıq alanda əlbəttə ki, məcbur olaraq assimilyasiya imtahanından keçirsiniz. O imtahanda keçəndə Fransa haqqında çoxlu suallar verirlər sizə. Bu öz yerində. İndi yaxşı, Pasxa bayramına keçək. Pasxa bayramı nə üçün vaxtı sabit olmayan bir bayramdır? Onu izah edeyim sizə. Pasxa bayramını 22 mart tarixi, yəni 22 mart nədir? Ekinoksdur. Yaz gecə gündüz bərabərliyidir. 22 mart tarixi ilə 25 aprel tarixi arasında hesablayırlar ki, baş verən ay bədirlənməsindən sonraki bazar gününə düşür. Bu nə deməkdir? Tutaq ki, 22 mart tarixi ilə 25 aprel tarixində bir dənə ay bədirlənməsi oldu. Tutaq ki, bu ay bədirlənməsi oldu, nə bilim, 5 aprel tarixində. Yəni ay tam oldu. 5 aprel tarixi tutaq ki, düşdü 3-cü günə. Həmin o 3-cü gündən sonra gələn bazar günü, 5 aprel dedik, 3-cüsünə necə gəlirik? 3-cü gün, 4-cü gün, 5-ci gün, 6-cı gün, bazar gün, 4 gün gələcək. 9 aprel tarixi Pasxa bayramı sayılacaqdır. Yəni elə hesablayırlar. Ay bədirlənməsi ilə hesablayırlar. Ay bədirlənməsi ilə hesablayırlar və niyə görə bazar günü? İndi bunu da izah edeyim sizə. Deməli, 5-ci gün xristian bayramıdır da dedim sizə. Bu 5-ci gün İsa Peyğəmbər öldürülür. Çarmıxa çəkilir, bilirsiniz. Çarmıxa çəkilir və ölür. Və İsa Peyğəmbər öldükdən sonra bilirsiniz ki, xristianlarda belə bir şey vardı ki, İsa Peyğəmbər 3 gün sonra yenidən dirilir. Yəni 5-ci gün öldürülür, bazar günü yenidən həyata qayıdır. Résurrection deyirlər fransız dilində buna. La résurrection de Jésus-Christ. Yəni buna görədir. Elə bir 5-ci gün onu çarmıxa çəkilir, ölür və bazar günü də onun yenidən həyata qayıtması bu insanlar üçün bir hədiyyədir. İnsanlar üçün bir tutaq ki bayramdır və həmin onu bayram eləyirlər. Onun üçün də buna Le Pâques deyirlər. Bir də Fransada yaşayanlar buna yəqin ki diqqət eləyibsiz, müşahidə eləyibsiz. Həmin o Pasxa bayramı ərəfəsində 3 gün ərzində, yəni 5-ci gündən bazar gününə qədər bu çanlar deyirlər, zınqırovlar çalmır. Zınqırovların səsi kəsilir. Yəni 3 gün ərzində zınqırovların səsi kəsilir. Bəs bu zınqırovların səsi niyə görə kəsilir? Əfsanəyə görə İsa Peyğəmbər öldükdən sonra zınqırovlar kilsələri tərk eləyirlər. Zınqırovlar kilsələri tərk eləyirlər və Romaya gedirlər. Zınqırovlar bilirdilər ki, İsa Peyğəmbər geri qayıdacaqdı. Onun üçün də zınqırovlar Romaya gedəndə orada şirniyyat falan götürürlər özləri ilə. Nə qədər şirniyyatlar vardısa, hamısını götürürlər, qayıdırlar öz kilsələrinə bazar günü. Bilirlər ki, İsa Peyğəmbər bazar günü yenidən diriləcəkdir və həmin o aldıqları, götürdükləri şirniyyatların hamısını götürürlər, gəlirlər, qayıdırlar öz kilsələrinə və daha sonra bazar günü İsa Peyğəmbər dirilir. Ondan sonra səhərsi günü nə baş verir? Birinci gün uşaqlar falan oyanırlar və zınqırovlar çalır. Zınqırovlar səs çalır və zınqırovlar çalanda
Həmin anda göydən yağışla o gətirdikləri bütün şirniyyatlardı falandı. Yağışla o şirniyyat tökülür uşaqların başına. Uşaqlar da sevinirlər, hamı sevinir. Yəni əfsanə budur açığı və həmin o əfsanəni davam elətdirmək üçün də Fransadakı ailələr nə edirlər? Bazar günü, adətən bazar günü eləyirlər. Uşaqlar oyanmadan öncə gedirlər yumurtanı bəzəyirlər. Bizdəki yumurtalar kimidir? Tam olaraq yumurtanın üstünü falan bəzəyirlər, rəhləyirlər. Bizdə Novruz bayramında nətər eləyirik. Və sonra yumurtanı gedirlər, gizlədirlər hardasa. Uşaqlar da bilirlər, çox sevinirlər ki, birinci gün gəlibdi, oyanacağıq, zınqırovlar çalacaqdı ki, sənin zınqırovu çalır axı. Və biz də gedəcəyik, yumurtamızı axtarıb tapacağıq. İndi uşaqlar eləsi var, normal yumurta yemir. Ona görə də bu valideynlər gedib Kinder yumurta falan da o şokoladlı yumurta falan alıb gizlədirlər. Ondan sonra da uşaqlar da gedirlər, tapırlar, sevinirlər, yeyirlər. İndi uşaq deyəndə eləsi olur ki, yekələr də gedirlər, axtarırlar, tapırlar. Yəni uşaq deyəndə sadəcə 5-6 yaşlı uşaq yox da, yəni kiçikdən böyüyə qədər. Yəni çox belə əyləncəli bir hala salıblar. Heç nə də. Bəs deyə bilərsiniz ki, niyə görə yumurta? Çünki yumurta bilirsiniz, həyatı əks etdirir, həyatı simvolizə eləyir. Yumurta o deməkdir ki, yəni həyat davam eləyir, yeni bir həyat gəlir. Yəni həyat bitmir, həyatın ardı vardır. Bax, o simvola görə yumurta seçiblər. Elə ailə vardı ki, yəni həqiqi yumurta. Yumurtadır, qaynadır, qaynadandan sonra üstünü bu bizdəki Novruz bayramındakı kimi üstünü şey eləyir. Rəhliyir, eləsi vardı ki, nə bilim şəkil çəkir, eləsi vardı ki, bildiyiniz qələmlə falan şəkil çəkir, eləsi var sadəcə rəhliyir və aparırlar gizlədirlər, nə ağacın dalında, nə bilim evdə hardasa gizlədilər. Elə eləyirlər ki, uşaqlar tapa bilsinlər, 5-10 dəqiqə tapsınlar, tapırlar, sevinirlər. Ondan sonra o yumurta həqiqi yumurtadırsa yeyirlər. Şokoladlı yumurtadırsa yenə yeyirlər. Yəni belə sevinirlər. Və birinci gündə bizim üçün də sevinclidir, çünki biz də işə getmirik. Lundi de Pâques deyirlər. Yəni həmin o bazar gündən sonra Lundi de Pâques bayram günüdür, rəsmi dövlət bayramıdır və biz işə getmirik. Bir də ki, ənənədə belə bir şey vardı ki, həmin o birinci gün quzu əti yemək ənənəsi vardı. İndi fransızların bəziləri eləyir, bəziləri eləmir. Yəni quzu əti yeyirlər. O quzu ətində elə bilirəm, tarixçəsini tam olaraq bilmirəm. Sadəcə bildiyim odur ki, İsa Peyğəmbərə Allahın quzusu deyirlər Fransada bəzən. İndi yəqin ki, onunla əlaqəli bir şeydir, amma ənənə də budur. Qısacası Pasxa bayramını bir daha rezümə eləyim, özətini keçim. Pasxa bayramı hər il 22 mart 25 aprel tarixi arasında baş verən ay bədirlənməsini izləyən bazar günü baş verir. Həmin bazar gününün səhərsi olan birinci gün biz işə getmirik və o da bayram günü sayılır, rəsmi bayram günü sayılır. Həmin o həftənin 5-ci günündən bazar gününə qədər bütün zınqırovlar səsini kəsir və birinci gün gələndə zınqırovlar yenidən çalmağa başlayır və həmin vaxtı da uşaqlar çıxırlar, öz yumurtalarını, hədiyyələrini axtarırlar, tapırlar. Yumurtadan əlavə mən görmüşəm dovşan, şokoladdan dovşan falan da gizlədənlər vardı. Yəni şokoladlı şeylər də, şokoladdır, dovşandır, ondan sonra yumurtadır, şokolad yumurtadır, şokolad dovşanı, belə şeylər də olur. Yəni yeyib içirlər. Və belə. Bu bizim Pasxa bayramı idi. Xoşlasanız əlbəttə ki, davamı gələr. Başqa bayramlar çoxdur. Epifani var, Toussaint var. Ascension var. Nə qədər istəsəz var. Əgər bu tipli videolar xoşunuza gəlsə, işə yaradığını düşünsəniz, mənə bildirin kommentlərdə falan ki, mən də daha da motive olum. Paylaşım hər dəfəsində həftədə 2-3 dənə video elə biləm eləmək olar. Oldu, sağ olun, özünüzə yaxşı baxın, hələlik.